Dəyərli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Super bir mənzil çəkilişinə gəlmişik. Xırdalanda, Heydər Parkının yanında. Ümumi sahəsi 80 kvadratdır. Orijinal 2 otağın 3 otağa çox gözəl düzəlib, bütün otaqların pəncərəsi var. Deməli mənzilimiz 2 otaq 3 otağa düzəlmədi. Əşyalı formada satılır. Sadəcə televizor, soyuducu və paltar yuyan çıxarılır. Digər bütün əşyalar qalır, mebellər qalır. 80 kvadratdır, satış qiyməti 109 min manat, real alıcı endirim olacaq. Mənzilin qonaq otağıdır, mənzilin qonaq otağının iki tərəfində pəncərəsi var. Düz Heydər Parkına panoraması var. Nümunə olaraq mən sizə buradan panoramanı çəkib təqdim edeyim. Çox əla bir yerdə yerləşir. Parkı görürsən, yaşıllıq, gözəllik. Yer əla bir yerdir. Bina tam yaşayışlı binadır. Su, qaz, işıq, lift daimi şəkildə istifadə olunur. Sənəd MTK müqaviləsidir. Mikrofonumuz işləyir. Deməli, mənzilimizin giriş hissəsidir. Təmir əla təmirdir. Mənzilin əsas giriş hissəsidir. Daxil olduqda burada sanuzelidir. Su, qaz, işıq, lift daimi şəkildə istifadə olunur. Bunu qeyd elədim. 2 otağın 3 otağa düzəlmədir. Girişdə sağ tərəfdə mətbəxdir. Bu mətbəxi buradan bölüb ayrı da eləmək olar. Sadəcə stol qoyulur deyə geniş boyda qalıbdır. İrəliyə doğru getdikdə burada mənzilimizin bir yataq otağı, yataq otağının eyvanı görsə açıqdır. Bu mebellər qalır. 109 min manat çox əla bir qiymətdir. 80 kvadrat 109 min manat əşyalı formada satılır. 2 otağın 3 otağa düzəlmə bir mənzildir. Burada da yerləşir mənzilimizin uşaq yataq otağı. Bu əşya çıxdı qaldı, önəmli deyil. Təmir əladır. Qapılar görürsünüz, bahalı qapılardır. Parket əladır. Belə. Kreditlə satılmır, nağd formada satılır. Mənzillə bağlı əlavə nəsə sual olarsa, mənzilə baxmaq istəsəniz əgər, aşağıda bizim əlaqə nömrəsi qeyd olunub, zəng edib gün ərzində gəlib mənzilə baxa bilərsiniz. Vaxt ayırıb izlədiyiniz üçün çox sağ olun. Kanala abunə olub, videonu bəyənib bizi izləmədə qalın.